ermənilər tərəfindən gəclə örtülüb də. Aşikardır ki, bunlar gələndə bu kilsə bunlar üçün yad bir kilsə olubdur, yad bir təriqətin kilsəsi olub və bunlar onu bilərəkdən ediblər ki, yəni bunlara xas olmayan mədəniyyətin üzərindən gəc çəksinlər. Çox güman ki, onlar üçün məlum olubdur. Yəni bu kilsə kimə aiddir? Ona görə də bu saxtakarlığa yol veriblər. Sonradan isə sonraki dövrlərdə bu ornamentlərdir, bu xaç, bu stilistika bugünkü günü ermənilər tərəfindən onlar bizə erməni mədəniyyəti kimi təqdim oldu. Yəni belə deyək, bu falsifikasiya prosesi belədir ki, yəni istər istəməz dağlıq ərazilərdə araşdırmalar aparıldıqca üzə çıxır və indi bugünkü günü biz şərti deyək Alban mədəniyyəti, indi bəziləri məni bəlkə də buna görə qınayar, amma şərti deyək. Bunu dəqiq biz deyə bilmərik, bu Alban məbədi olubdur və yaxud ona görə ki, Alban tarixi tam, bugünkü günü tam olaraq araşdırılmıyor. Ona görə də yəni azından bura köçənlər biliblər ki, bu kimə məxsusdur və bunu saxtalaşdırmaq üçün üzərindən bu gəci vurublar. Kim bilir, indi o gəcilər töküldükdən onun altında nə kimi ornamentlər var. Məsələ də ondadır ki, bu kilsə üzərində ciddi tədqiqatlar aparılmalıdır. Ciddi tədqiqatlar aparılmalıdır sənətşünaslar tərəfindən, etnoqraflar tərəfindən, memarlar tərəfindən. Mən inanıram ki, hətta əminəm ki, yəni tədqiqatlar aparılsa, çox bir sirlərin üstü açılacaq. Göründüyü kimi, yəni bu kilsədə restavrasiya işləri həyata keçirilibdir. Bu xaç daşdır. Bu xaç daşı deməli xaçın konturlarını, xaçın izlərini biz bu xüsusi məhlulun üzərində görürük. Bu da deməkdir ki, bunun xaç tərəfini bu divara vurublar. Xaç olan tərəfini. Amma boş olan tərəfini açıqda qoyublar. Bu da onu göstərir ki, yenə də burada bir falsifikasiya ilə biz üzləşirik ki, yəni sual yaranır ki, sən bu xaçı niyə gizlədirsən? Nəyə görə gizlədirsən? Yəni məsəl üçün müsəlman bir dini binasıdır, məsciddir və yaxud da tutaq ki, türbədir, onun üzərində dini simvolika, İslama aid, İslam memarlığına aid elementlərdir, dini simvolikadır. Hansı müsəlman məsəl üçün gəlib onun üzərindən gəc çəkər və yaxud da onu gizlətməyə çalışar? Ola bilər elə bir şey, lakin təriqatına zid bir axındırsa da